Bu məktəb təkcə şagirdləri ilə deyil, müəllimləri ilə də fərqlənir. Belə ki, bu məktəbdə fəaliyyət göstərən 2 ailənin hər bir üzvü müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərərək uğura imza atıblar. Onlar üçün imtahana hazırlıq sadəcə fərdi proses olmayıb. Bu, eyni masa arxasında keçirilən saatlar, bir-birinə verilən dəstək, yorğun anlarda deyilən bir cümləlik motivasiya olub. 58 bal toplamaq üçün bir müəllimin edə biləcəyi bir şey, əlbəttə ki, öz fənni üzrə digər vəsaitlərdən də istifadə edib hazırlaşmaq oldu. Həm mən, həm də həyat yoldaşım bu hazırlıq mərhələsində bir-birimizə dəstək olduq. Həm metodika, həm də ki, öz fənnimiz üzrə bir-birimizə dəstək olaraq hazırlaşdıq ki, bunun da nəticəsində yüksək nəticə topladıq. Təbii ki, ixtisaslarımızda oxuyurduq, mümkün qədər bir-birimizə dəstək olmağa çalışırdıq bu prosesdə. Hər nə qədər bizim üçün çətin də olsa bu prosesə hazırlaşmaq ki, həm işlər, həm başqa ailə problemləri, bütün ailə qayğıları hamısı ilə bir yerdə olsa da, çox şərəfli bir işdir. Müəllimlər deyir ki, birlikdə öyrənmək onları daha da gücləndirib. Çətin mövzular bölüşülüb, suallar birlikdə həll edilib, uğursa sonda hamıya eyni dərəcədə sevinc gətirib. Yoldaşım da, özüm də Azərbaycan dili ədəbiyyat müəllimiyik və hər ikimizin bir evdə eyni zamanda Azərbaycan dili ədəbiyyatı müəllimlərin sertifikatlaşması prosesinə hazırlaşmamızda böyük dəstəyimiz olubdur. Mənim ən böyük dəstəkçim yoldaşım olubdur, daha sonra ailəm olubdur. Və bir-birimizlə bütün mövzuları demək olar ki, həm mütaliə eləmişik, həm müzakirə eləmişik. Həmçinin onu da qeyd etmək istəyirəm ki, öncədən mövzuların elan olunması, Azərbaycan Respublikasının Təhsil İnstitutunun verdiyi çərçivə sənədi daxilində sualların düşməsi, təbii ki, istənilən müəllimin öz ixtisası üzrə normal biliklərə sahib olursa əgər bu imtahandan uğur qazanması demək idi. Yoldaşımla birlikdə müzakirələr, mütaliələr eləyərək, yəni daha yaxşı nəticə əldə elədiyimizi düşünürəm. Bundan sonraki fəaliyyətimdə bu, yəni topladığımız balın həm özüm üçün, həm yoldaşım üçün daha motivasiya olacağını düşünürəm. Beləliklə, bu ailələrin hekayəsi bir daha göstərir ki, uğur təkcə fərdi zəhmətin deyil, həm də qarşılıqlı inamın və dəstəyin nəticəsidir. Eyni məqsəd uğrunda birləşən bu müəllimlər qazandıqları nəticə ilə yalnız özlərinə deyil, ətrafdakılara da nümunə olmağı bacarıblar. Tərlan İbrahimova, Murad Əliyev, Azər Həsənov, NTV Xəbər.